Ekran kayıtdan biraz gecikdi, heç olmaz. Misal üçün bilirik bu faktorial nədir? Riyaziyyatdan bilirikmi? Nə oldu Özünə sizdə qədər səs? ədədlərin hasilidir. Necə? Özünə qədər olan ədədlərin hasili deyil. Yəni birdən n-ə qədər olan ədədlərin hasilindən gedir söhbət. Bəli, tamamilə doğru. Misal üçün, baxaq. Bir tutalım ki, faktorial 4. Nədir faktorial 4? 1 vurulsun 2, vurulsun 3, vurulsun 4. Yəni birdən 4-ə qədər ədədlərin hasili neçə eləyir? 24. Və yaxud da ki, baxın, faktorial C4 soruşur. Bizdə Excel-də belə bir şey var. C bildirir sütunları, 4 bildirir sətirləri. Düzü bunları daha ətraflı keçəcəyik. Sadəcə prosta baxmaq üçün şey edirik. Bax, sütunum C sütunum, sətrim 4-cü sətrim. 4-cü sətrin C-ninci sütunu neçədir? 5. Gəlirəm 5 faktorial tapıram, qısa konkret desək. 5 vurulsun 4, vurulsun 3, vurulsun 2, vurulsun 1. Neçə eləyəcək? Baxın, burada da gördüyünüz kimi. 120. Burada bizdə bəzən xətalar verə bilər. Misal üçün, biz adi riyaziyyatdan bilirik ki, hər hansısa bir rəqəmin üzərində hərf yazılarsa, biz bunu tapa bilmərik. Baxın, burada da eyni bir şey var. Misal üçün deyir, faktorial A1. Bu A1 bizdə əgər dırnaq işarəsi varsa, hərfləri bildirir. Bax, dırnaq içərisindəki 2 hərf bildirir. Hərfin hər hansısa bir belə deyək, faktorialı tapa bilərik biz riyaziyyatda? Təbii ki də yox. Əgər biz riyaziyyatda tapa bilmədiyimiz bir şey varsa, informatikada tapa bilmirik. İndi faktorial A1 dırnaq içərisində 2 var deyə bizə xəta verir. Hansı xətamızdır? Tutalım ki, bəli xətamızdır. Faktorial C1. Yenə gəlir riyaziyyata. Riyaziyyatda mənfi ədədin faktorialını tapa bilərik biz? Yox. Riyaziyyatda mənfi ədədin faktorialını tapa bilmirik deyə avtomatik olaraq burada da misal üçün mənfi 2-nin faktorialını tapa bilmirik. Bu zamanda bizə verəcək nam xətası. Ondan sonra biz burada nələri keçəcəyik Excel olaraq? Tanış olaq bir-bir. ABS misal üçün moduldur. Power qüvvətlərimizdir. Product hasildir. Hətta hasilə də baxaq misal üçün. Product A2, A3, D1. Əgər mən buradan cədvəlin daxilində A2-ni tapıram birinci. A2 neçədir? 3. A3 neçədir? 5. 3 vurulsun 5, 15. D1 dırnaqdadır. Biz amma burada bu dırnağı artıq nəzərə almayacaq. Bizim 3-ümüz var, 5-imiz var. Hasil neçə eləyəcək misal üçün? 15. Cavab çıxacaq tam olaraq 15. Misal üçün bizdə burada true false görürük bayaqdan. Amma gördüyünüz kimi üzərindən keçirik true false. True false true doğrunu bildirir, qiyməti 1-dir. False sıfırı bildirir, daha doğrusu yanlışı bildirir, qiyməti 0-dır. Misal üçün, gələk burada baxaq true ilə false-a. Deyir ki, product, misal üçün, neçə götürüm? Product A1, D3 götürək. A1-dən D3-ə qədər. Bu A1-dən D3-ə qədər hasillər tapacam. 2, 3, 5, 4. Gördüyünüz kimi, hər hansısa bir diapazon deyəndə mən burada true ilə false-u nəzərə almadım. 2, 3, 5, 4-ün hasilini götürəcəm. Amma bax, bizə mötərizə daxilində belə bir rəqəm versə, false versə, true versə, o zaman mən bunları təbii ki də nəzərə almalı olacam. 2, 3, 5-in 4-ün hasili neçə edir? 120. Amma o 120-nin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki riyaziyyatdan bildiyim kimi 0-ı nəyə vursam 0 edir. Baxın, imtahanda da sizə hər zaman belə düşür. Pozonlar verir və yaxud da ki, hər hansısa bir şeyləri verir. Ən çətini bax, çevirəm, yarım buradır. Hasili falan tapırsan. Ən çətini if-dir. Ən çətini deyək də, ən baş qarşılıqlısı if-dir. Buradakı if şərt bildirir. Bu şərtin daxilində nələrim var? 3 dənə hissəm var. Yəni, bunu böyüdək, daha yaxşı görək. Belə gedək. 3 dənə şərtim var. Birincisi logical test adlanır. Bizə verilən hissədir. Bizdən soruşduğu hissədir. Bunun rəngini kim olur? Bizdən soruşan hissədir. Əgər bu logical testi doğru verərsə, true verərsə, bax, true verərsə, mən hər zaman buradan tapmaq məcburundayam birincisi. Yox, əgər false verərsə, yəni yanlış verərsə logical testin, mən həmişə tapmalıyam məcburən ikincisini.
Bax, burada da misalımız var. Bir dənə bunu da təmizləyək. Burada misalımız var. Deyir ki, if sum B1 C4. Sum nə idi? Cəmdir. Adi bildiyimiz summary var, summa dediyimiz bizim marketlərdə falan. Bu summadır. B1 C4. B1 C4 aralığına baxıram burada. Bax, bu B1 C4. 3, 8, 11, üzərinə də 12 gəlin neçə eləyir? 23. Məndən soruşur ki, burada 23 25-dən böyükdürmü? Mən də bilirəm də, doğru deyil, false-dur. Burada da belə bir şey dedim. Əgər bu true olarsa, bunu yerinə yetirərəm. Axı false-dur, yanlışdır. Hansını yerinə yetirməliyəm? Bunu. Value hissəsinə baxıram, nəyi soruşur? Count. Count-da biz yavaş-yavaş öyrənəcəyik ki, rəqəm olan xanaları sayır. Gəlirəm buradan, sayıram. B1, dəqiqə. B1 D6 aralığındakı, B1 D6 aralığındakı sır rəqəmləri. 1, 2, 3, 4. Cavab neçə oldu? 4. Əgər bizdə buradakı şərt, misal üçün, bu true olsaydı, məcbur idim tapam hansını? Len D3-ü. Len D3-ü əgər tapıramsa, gəlirəm baxıram D3-ə. Leni də biz yavaş-yavaş vaxta gələndə öyrənəcəyik ki, bizdən soruşur buradakı, bax, buradakı simvolların sayını. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Neçə dənə simvol olacaqdır? Cavab olacaqdır 12. Amma bizdən onu tapmamışıq deyə tapıram promo hansını? İkincisini. Sonra misal üçün bunlar Excel-ə keçəcəyimiz hissələrdə indi. Baxaq başqa mövzulardan nələri keçəcəyik. Bizim ilk dərsimiz biraz yorucu olur. Hardware birinci hissəsi. Ona görə bu hissəyə baxmayacağam. Vaxtı yəni gələn dərs özümüz bircə baxacağıq bu dərsə. Hardware dərsində misal üçün biz keçirik nələri? Sırf aparat təminatını. Hardware-in 2 dərsə keçəcəyik. Birinci dərsində ümumi anlayışlardır, anaplatadır, sistem blokudur, monitordur, klaviatura, belə deyim qısa kontur. Sistem bloku, klaviatura, monitor haqqında keçəcəyik. Amma ikinci hissəsində, əsas ikinci hissəsində keçəcəyik, öyrənəcəyik, misal üçün, xarici yaddaş qurğularıdır, daxili yaddaş qurğularıdır, daxil etmə, xaric etmə qurğularıdır. Misal üçün, ikinci hissəsini sadəcə göz gəzdirək. Gələk elə bura. Misal üçün, giriş-çıxış qurğuları. Giriş-çıxış qurğularına nələrə aiddir? Klaviaturadır, mousedur, skanerdir, web kameradır, mikrofondur və yaxud da ki, digitizerdir, Twitter'dir, MIDI klaviaturadır. Bax, bunlardan tanımadığınız var. 16 dəfə. Bunlardan tanımadığımız var. Varsa deyin onlara deyək bir-bir. Biraz aktiv olar. Yəni plotter nədir? Yəni Çıxış qurğusu. digitizer nədir? Bax, buradakilərdən söhbət gedir. Digitizer bilirsiniz. Gəlin sizə göstərim. Bəli. Bu onlayn dərslər keçirik də bizim də. Mən onun üzərində yazıram, siz ekranda görürsünüz. Bu daha çox istifadə eləyir dizaynerlər falan. Qrafiki planşet deyirik biz buna. Baxın, burada şəkil çəkir, telefonda göstərir və yaxud da ki, hal-hazırda mənim elədiyim kimi. Üzərində yazır, onu ötürür kompüterə. Aydındır? Bəli, bir növ Steam kimi də, Steam proqramı kimi. Bir növ şeydir, belə deyim, klaviaturadır. Amma klaviatura deyil, klaviaturada klavişlər var. Bunun üzərinə qələmlə yazırıq ekranda görmək üçün. Aydındır? Bəli, çox sağ olun müəllim. Xoşdur. Sonra giriş qurğularının hansını tanımırıq? Deyin onlara bir-bir baxaq, toxunaq. Kakraz gəlmiş. MIDI klaviatura nədir mənim? MIDI klaviatura. Bu, onu da şəklini göstərməkdə sizə. MIDI klaviaturada bu musiqi notaları var ya, do, re, mi, fa, sol, ya falan. Onları kompüterə daxil etmək üçün Telegramda. Bir də bax bunlar. Bunlar. Aydındır? Sintezatorda adı bildiyimiz sadəcə oradakı notaları daxil edir. Bəli. Sonra burada tanımadığımız hansı var? Misal üçün, Twitter'ı tanıyırıq. Trackball deyə bilərsiniz. Trackball mouse'un bir növüdür, hətta şəklinə göstərirəm indi. Plotterə gələcək indi.
Türkan xanım. Misal üçün, buradakilərdən hal-hazırda giriş qurğularından tanımadığımız başqası var. Twitter nədir? Kim deyər? Twitter evlərdə... Kanallara qoşulmaq üçündür də. Mən Aha, TV evet. Televizyonu da kanalları. divarda göstərmək üçün deyil, kamera kimi bir şey deyil. Kamera yox. Bu evlərdə antenalarımız var. Siqnal ötürücüdür Televiziya da kanalları. hamısı. Bəli, xarici kanallara, misal üçün Eşref Rüyaya falan baxmaq üçün istifadə etdiyimiz kanalları MIDI klaviatura ilə, MIDI klaviatura nədir? Twitter-dən baxırıq. Sonra gələk çıxış qurğularına. Monitor, printer, plotter, proyektor, səs ucaldan, qulaqlıq. Plotteri bayaqdan soruşuruz. Baxaq plotterə. Plotter bu reklam kağızları var, divarlarda, binaların qabaqlarında göstərirlər. Bunları çap eləmək üçün istifadə olunan daha böyük həcmli printerlərimizi belə deyək. İki dənə növ var, keçəcək vaxtı gələndə. Biri barabanlıdır, biri planşetlidir. Sonra burada tanımadığımız hansı var misal üçün? Siz deyin, mən düzəyim. Buradakı qulaqçıq bilirsiniz hansı qulaqçıqlardır? Nə hansılardan söhbət gedir? Aktiv olun biraz. Buradakı qulaqçıqlar Koroğlu'da metronun çıxışlarında satılan 1 manatlıq qulaqçıqlar var, onlar. Yəni ki, ancaq səs gəlir. Mikrofonu falan yoxdur üzərində, danışa bilmirsən. Giriş-çıxış qurğularımızı məncə tanıyarıq. Səs kartıdır, şəbəkə kartı, modem, faks, səs qarnituru, touchscreen monitor. Burada bir dənə faks. Faks kim deyər, nədir? Biləniniz var? Məktub filan faks göndərmək üçün olan qurğudur. Sürətlə məktub göndərmək üçün keçmişdə istifadə olunur. Belə bilirik. Bəli, doğrudur. Əvvəllər bunların istifadə olurdu. Məktubları göndərib qəbul etmək üçündür. Və yaxud da ki, Səs qarnituru kolonkadır mənim. Yox, kolonka budur, səs ucaldandır. Səs qarnituru adi bizim istifadə etdiyimiz naşniklər var. Həm danışa bilirik, səs gedir, həm eşidə bilirik, səs gəlir. Giriş-çıxış qurğusu olur. Aydındır? Bəli. Əla. Sonra davam edək, misal üçün. Bunlardan mouse'un növləri ilə tanış olaq. Aha, kimsə yazsın. Əla. Gəlin buradan mouse'un növləri ilə tanış olaq. Baxın, birincisi touchpadlərdir. Touchpadləri tanıyırıq da yəqin ki. Notebooklarda istifadə olunanlar var, olar. İkincisi gəlir pen mouse'lar. Bu, mən buna deyirəm, zəngin malı telefonlar var. Galaxy S25'lər falan, 24'lər. Onlarda həm də qələmdən yazmaq olur axı. Həmin, belə deyək, həmin mouse'larımızdır. Sonra gəlir trackball. Trackballlar oyunçu mouse'lardır. Hassasiyyət ayarları üçündür, belə deyək, daha çox. Bax, burada gördüyünüz deyilcəyinə görədir. Sonra gəlir üçüncüsü, daha doğrusu dördüncüsü joysticklərdir. Bu, misal üçün gedirik PlayStation'lara falan, joystick deyir ya. Həmin joystick əslində bunlardır real olaraq. Amma normalda hansılardır? Joypadlərdir. Sonra burada var printerlərimiz bizim. Yəni, hətta skanerlərlə tanış olaq, sonra printerə gələk. Skaner bilirik də nədir? Bilirik skanerləri. Bəli, qapını çıxıb götürün. Bəli, sənəd skan etmək üçün. O da sənədi belə deyək də, elektron formada göndərmək üçün də harası. Əla, doğrudur. Misal üçün, hər hansısa bir yazılmış məktub falan varsa, onları biz daxil eləyirik. Belə deyək, kompüterimizə, sonra göndəririk. Bu skanerlər iki yerə bölünür. Biri əllə işləyən skanerlərdir. Əllə işləyən skanerlər hansılardır? Post terminallarımızdır. Bu, marketlərdə falan olur. Gedirik, misal üçün, kartımızı oxuduruq, pulumuzu çəkir. Həmin şeylərdir. Və yaxud da ki, barkod oxuyucularımız var. Misal üçün, bu məhsulu alırıq, hər hansısa bir məhsulu, onun üzərindəki barkodları oxuyur, olar. Amma belə stolsuz skanerlərimiz də var ki, bayaqdan dediyimiz məlumatları daxil edir. Flatbedlərdir, biz buna zəngin malı deyirik. Zəngin malı, yəni bahalılardır bunlar. Üzərinə şüşə ilə örtülübdür. Kağızı qoyuruq, oxuyur, daxil eləyir. İkincisi, yəni sheetfedlərdir. Sadəcə səhifə-səhifə oxumaq üçündür. Misal üçün, bunun içərisində biz götürürük hər hansısa bir jurnalı, hər hansısa bir, belə deyək, kitabı daxil eləyə bilmərik.
və yaxud da ki, daxil eləməyə məcburən zorla taxsaq, ya skanerimizdən olacaq, skaner xarab olacaq, ya da ki, kompüterimiz, daha doğrusu kitabımız xarab olmuş olacaq. Overheadlər də həmin kitabları oxutmaq üçün istifadə etdiyimiz skanerlərimizdir. Və skanerimiz olduğu kimi bizim printerlərimiz də var təbii ki. Printerlər də məlumatı çap eləmək üçündür. İş prinsipinə görə 2 dənə printerimiz var. Bax, zərbli printerlər literlərdir. Literlər hansılardır bilirik? Məncə bilirik. Sadəcə şəklini özüm göstərməm görüm, bilirsiniz yoxsa yox? Baxın, literlər bunlardır. Yadınıza gəlir bunlar, yəni daha doğrusu görmüşük bunlarda. Maşınkadır mənim o. Bu şeydə deyirdik, kinolarda deyirdik, Türk kinolarında yaz kızım. Bu da başlayır burada tak tak tak. Maşınkadır da mənim maşınka. Daktil. Daktilo, bəli, daktilo. Prosta maşınka yəqin ruslar deyə mən bilmədim. Ərgili deyirdik qabaq. Hə. Daktilolarda o deyir, türklər yaz kızım başlayır tak tak yazmağa. Üzərindəki bax bu hissə gedir əxra, şey qutarır, sətir qutarır. Sonra bir şeylə vururuq, qayıdırdıq qabağa. Yeni sətirdən yazmağa başlayırdıq. Harada çəkid sözü gördüksə, misal üçün götürdük literli. İkinci gəlir matrisli. Matrislinin səsi hədsiz çoxdur, belə deyək, ona görə istifadə olunmur və çap keyfiyyəti çox aşağı idi. Harada iynə sözünü gördüksə, götürəcəyik biz matrisi misal üçün gələn dərslərimizdə. Var zərbsiz printerlər, yenə başlayırıq zəngin malı ilə, yəni bahalı olanlarla lazerlidir. Məsələn, biz bunların hamısını öyrənməyə ehtiyacımız yoxdur ki, cümlə daxilində 2 dənə söz axtarırıq. Toner təchizatı vasitəsilə hopdurma. Harada toner təchizatı gördüksə, götürəcəyik bundan sonra lazerli. Və yaxud da ki, hal-hazırda daha çox yerdə istifadə olunan şırnaqlarımız var, inkjet. İnkjet bilirik nədir ingiliscədən? İnk nədir? Mürəkkəbli. Mürəkkəb. Cümlə daxilində mürəkkəb sözünü görsək, götürəcəyik şırnaqlı. Termiki də bu bizim ən böyük gəlir mənbəyimiz olan hansılardır? Ədəbiyyələrimizdir. Ədəbiyyələr çıxardırlar. O ədəbiyyəni çıxarıq misal üçün. Bunlar isli hesabına da 400 manatlıq misal üçün atıram. Alver eləmişik. Gəldik evə, deyirik, çeki atırıq qırağa ki, qalsın bir həftə sonra vuraram. Ben misal üçün atıram. Bir həftə sonra artıq bir daha, belə deyək, geri dönüşü olmayan səhv eləmiş olacaq. Artıq bir həftə sonra onun üzərindəki bütün məlumat silinəcək və 400 manatdan 4 manat gəlir əldə eləyəcəkdirsə, artıq 4 manatımız hamısı çıxıb gedəcək. Aydındır? Sualınız var? Evet. Yox. Deyil. Gəlmirəm başqa mövzuya deyinək. Bax, buradan istədiyiniz hər hansı bir mövzu var, eminli. 10 deyim. Yoxsa mən seçim. Var? Yoxdur? Məsələn, burada e-hökumət olan Elektron hökumət. təqdimat var. Bəli. Elektron hökuməti keçən imtahana qədər yığışdırmışlar. Yox idi. Amma keçən imtahan götürüb heç yerdə məlumat yazmadan imtahana salmışdılar. Bax, elektron hökumət adi bildiyimiz MyGov-lar falan eşitmişik də, MyGov-dur, Asan imzadır, ya nə bilim, elektron Gov-dur, e-Gov-dur və s. Bunların hər birini eşitmişik. Onlardan bəhs edir. Bizdə burada ən əsas lazım olan isə, bax, bu səhifədir. Layihələrin əsas üstünlükləri. Layihənin 3 dənə üstünlüyü var, hökumət üçün var, vətəndaşlar üçün var, biznes sektoru üçün var. İmtahanı daha çox düşdüyü hissə elə buradır. Misal üçün, hökumət üçün nələr ola bilər? Yəni, dövlətin bundan xeyir götürə biləcəyi hissələrdir. Yəni, dövlətə sərf edən hissələrdir. Hansılardır? Müasir texnologiyaların geniş tətbiqi ilə, misal üçün, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasıdır və yaxud da ki, büdcələrə qənaət edilməsidir. Bu büdcə qənaət edilməsi 2 hissədə var. Bir, hökumətdə var, amma hökumətdə büdcəyə qənaət olunursa, bu kimə sərf eləməlidir? Dövlətə sərf eləməlidir. Biri də var, biznesmenlər üçün, indi ona da toxunacaq. Bu, sonra nə bilim, dövləti yığırlar bir hissəyə ki, siz daha az, belə deyək, əziyyət çəkəsiz. Yaxud da ki, effektiv, şəffaf nəzarət eləyə bilər. Şəffaf nəzarət oluna bilər, nə deməkdir şəffaf? Buradakı şəffafdan nədən söhbət gedir? Yəni, düzgün şəraitinin keçirilməsini atmaq. Bəli, hər hansısa bir
imtiyazların alınmaması. Düzgün istifadə olunması və sui-istifadə halların qarşısının alınması. Əla, sui-istifadə halların qarşısının alınması, korrupsiyaların qarşısının alınması. Qeyri vətəndaş üçün nələri var? Vətəndaşların dövlət idarəsində fəal iştirak etməsi, yəni belə deyək, kimsə artıq deməsin ki, mənim halım yoxdur, durum buradan ora getməyə. Qısa konkret hər şeyi telefon üzərindən eləyə bilirik. Və yaxud da ki, vətəndaşların dövlət orqanlarından təmaslarının sadələşdirilməsi. Məsələn də, atıram, sizə hər hansısa bir şey lazımdır, sənəd lazımdır. Buradan durub getmirsiniz də bir də rayona. Məsələn, mən Naxçıvanlıyam, tutalım ki, mənim hər hansısa bir şəxsiyyət vəsiqəsi çıxartdırmaq lazımdırsa, mən bir də buradan getmirəm Naxçıvana artıq. Əvvəllər gedirdim, indi getmirəm. Burada rahatçılıqla idarə edə bilirlər onu. İnformasiya tələbatının dolğun ödənilməsinə rahatlıq. Yəni, sənin üçün hər hansısa bir məlumat lazımdır. Artıq bunu gedib küçə-küçə düşüb də öyrənmirsən ki, mən misal üçün atıram, getmişəm, Aslan xidməti Aslan göndərmir dosta. Girib bunu daha rahat öyrənə bilirəm, həmin elektron proqramlar vasitəsilə. Və yaxud da ki, məhdud imkanlı insanlar, yəni fiziki qüsurlar olsun, bu fiziki qüsurların iştirakında daha rahat olması üçündür. Və bir də var burada biznes sektoru üçün, yəni biznesmenlər üçün. Bax, burada da büdcə söhbəti var, xərclərin azaldılması sadəcə. Burada xərclər nələrdir? Tutalım ki, nə bilim, bir yerə gedib kiməsə hər hansısa bir pul təklif edəsən və yaxud da ki, qısa konkret, heç kimi görmədən, kiminsə əli olmadan özün həll edə biləsən. Və yaxud da ki, iqtisadi aktivlikdə ən əsas xarici bazarlara çıxışın təmin edilməsidir. Buradan keçəcəyimiz hissələr bunlardır, məsələn. Sonra burada başqa istədiyiniz mövzu var, toxuna. Varsa siz seçin, yoxsa mən izah edeyim. Yoxdur? Gəlin o zaman mən izah edeyim. Misal üçün keçək, böyük ehtimal ki, IP falan eşitmişsiniz də, hə? Eşitməyən var IP? IP ünvanlar. Yəni, toxunaq olaraq. Baxırıq, internetdə resursların ünvanlanması. 3 addımda olur. Hansı ünvanlar var? MAC ünvanlar, IP ünvanlar və nəhayət sonuncusu DNS ünvanlar. Birinci başlayırıq MAC ünvanlardan. Yəni, mən buradan qələm aktivləşdirim. Bu MAC ünvanlar nələrdir? Belə götürsək, kompüterlərin unikal adı olaraq götürə bilərik biz bunları. Misal üçün, bizim fin kodlarımız var da. Fin kodlar həm hərflərdən ibarətdir, həm rəqəmlərdən ibarətdir. Bunları onlara oxşada bilərik. Bax, MAC ünvanları hər zaman 6 cüt hissədən ibarət olmalı. 1, 2, 3, 4, 5, 6. Və heç vaxt 4 dənə şərtimiz var hər birində. Heç vaxtı sıfırla başlaya bilməz. Yəni, bu birin yerində burada sıfır yaza bilməzdik. Sıfır artıq bizə xəta vermiş olacaqdır. Və yaxud da ki, digər şərtlərimiz nələrdir? 16-lıq say sistemində istifadə etməliyik. 16-lıq say sistemində də hər zaman istifadə olunur sıfırdan 9-a qədər rəqəmlər. Hərf olaraq da A, B, C, D, Y, F olaraq istifadə edirik. Artıq bunlardan başqa bizim hərfimiz və yaxud da ki, rəqəmimiz istifadə oluna bilməz. Məcbursuz 6 cüt hissədən ibarət olmağa. Şərtlərimi burada bir də yazıram. 1. 6 cüt hissə. İndi buna aid sual verəcəmsə görün tapa bilirsiniz. İkincisi 16-lıq say sistemi. 16-lıq say sistemi. Üçüncüsü sıfırla başlaya bilməzsin. Başlamaz. Və burada ümid edirəm ki, aydın olmayan nəsə yoxdur da, hə? Bu 3 dənə şərtim aydındır hamımıza. Buradan problemimiz yoxdur. Rəsminiz gəlmişsə, yəni ki, problemimiz yoxdur. Gəlin, mən sizə bir dənə sual verim. Siz onu yazmağa çalışın. Bir dəqiqə. Yəni, mən sizə sual verim. Buradan baxaq, bəzi suallarımızda. Kakraz imtihana düşmüş suallara baxaq elə.
Tapın çatda yazın. İndi gözün göstər. Başa düşmədiniz ya. Mən bunu təkrar izah edəcəm, heç bir problem yox. Bax, misal üçün burada. Düzgün olmayanları soruşur. Tapın çatda yazın, baxıram mən də. Heç narahat olma, Türkan xanım, izah edəcəm. 10 dəqiqəmiz qalır. Burada düzgün olmayan 4 ve Bax, 6'dır. dördüncüdür. Dördüncüdür müəllim. 4 ve Sonra, 6. sonra 6 da Dördüncü var. dedim mən. 7 de var. 7 yox diyor. 4 altın düz. Yok Dördüncü, 7 de. dördüncünü 4-6. tapdıq, bəli. 4 Dördüncü. 6 başqaları da var. Bir de yanlış değil mi? Hə, birinci də var. Bir də Bəli, yanlış, bəli. Əla. Bax, indi gəlin mən sizə təkrar izah edeyim. Nəyi soruşur? Düzgün olmayanları soruşur. Bəli, Samir xanım deyir. Düzgün olmayanları soruşur. Baxıram, mən bayaq nə dedim şərt olaraq? Birinci şərtim 0-dan 9-a A, B, C, D, Y, F. Yalnızca bunları istifadə edə bilərdim. Amma 1-ə baxın, burada nə hərf var? T hərfi var. 1-i tutdum. İkinci şərtim nə idi? 6 cüt hissədən ibarət olmalıydı. Bax, cüt. Yəni, 3 varsa burada A 34-dür misal üçün, gördüyünüz kimi. Bu səhv. Sonra gələm ikinciyə baxıram. 1, 2, 3, 4, 5, 6. Və F-i aşan nəsə görə bilmirəm burada. Hər şey doğrudurmu? Doğrudur. Mən bunun üstünə xət çəkmişəm. Bu arada bir dəqiqə. Yəni götürürüm. 2 deməli doğrudur. 2-nin üstünə xət çəkdim. 3-də 1, 2, 3, 4, 5, 6. Hər 6 hissədən ibarətdir və mənim üçün problem yaradacaq bir şey yoxdur. Doğrudur. 4-də amma gördüyünüz kimi neçə hissədən ibarətdir? 4 hissədən ibarətdir. Sıralcı götürürəm. 5-də 1, 4, B, C, 0, 0, A, 9, C, 5, 3, 6. Aşan nəyimsə yoxdur. 1, 2, 3, 4, 5, 6 dənə də simvollarım var. Tamamilə doğru. Üstdən xət çəkdim. 7-də də Y6, DD, 2, 7, 6, 7, 0, 0, 9, 9. 1, 2, 3, 4, 5, 6. 6 dənə hissələrim var. Deməli, doğrudur. Cavab nə oldu? 1, 4, 6. Başa düşdünüz indi? Sıfırdan da başlayan onun heç bir variantım yox idi deyə hər şey yerli yerindəcə. Yüksək səviyyədə. Yəni o zaman yəni də IP'm. Hətta bir dənə 28-ə baxaq sonra. 28-i də yazın. Burada da 4-6'dır deyəsən. Bizdən doğru soruşur ha. Hə, tamam. Bəli, doğrudur Türkan xanım. 157-dir, 157, 157, bəli, bəli. 1, 5. Sonra Əli doğrudur. Fariz bəy də bir dənəsini eksi yazmışsınız. Baxaq. Bizdən düzgünləri soruşur. Baxaq 1-ə. 1, 2, 3, 4, 5, 6 dənə hissədən ibarətdir və F-i aşan nəsə yoxdur. 1. İkinciyə baxıram. Burada nə hərf var? K var. Amma mən F-ə qədər istifadə edə bilirdim. Bu da getdi. Gəlin üçüncüsünə elə bu X hərfi ilə var burada. Bunu da çıxdım. 4-də 4 dənə hissədən ibarətdir. 6 olmalıydı. Çıxdım. 5-də hər şey yerli yerindədir. Doğrudur. 6-da elə M ilə başlayıb nağdır. Çıxdım. 7-də də ki Y6, AD2, 7 hər şey doğrudur. 1, 2, 3, 4, 5, 6 dənə hissədən ibarət olduğu üçün götürmüş oldum. Cavab da oldu 1, 5, 7. Sonra bizdə burada bax, hər imtahanda olmasa, hər 2-3 imtahandan bir düşən bir tip sualımız var. Bax,
Bir qayda ilə izah edəcəm sizə. Sonra ona aid bir iki dənə misala baxarıq. Bəs eləyir. Bax, bu tip misallarımız. Bu boyda şey var, həlli var. İstəmirəm sizdən bu uzunluqda həllini. Qısa konkret deyəcəm sizin üçün. Yəni, bu buradan silək. Bax, hər zaman bizdə bu cür belə bir şey verəcək. Belə cədvəl verəcək. Bu cədvəldə bizdən soruşacaq birini. Misal üçün, burada hansını soruşur? İmtahanı soruşur. Yerinə mən X yazıram. Sual işarəsi. Həlli nədir? Uzun olan ifadələri, yəni 2 sözdən, 3 sözdən, 4 sözdən, 5 versə 5 sözdən ibarət olan bütün cümlələri bir dənə götürürük, bir götürürük. Yəni biz buna uzun, qısa qaydası deyəcəyik. İkisi uzun oldu mu? İnformatika or informatika, informatikanın imtahan. Cəmi neçə eləyir? 1851 idi, 151 idi. Bunu bərabər eləyirəm qısaların cəminə. Qısalar neçədir? İnformatika ilə imtahan. 300 plus x. X-ə bərabər nəyə? 700. Hər zaman bir dənə qaydam var. Uzunları bir topla, uzunları bir topla, qısaları bir topla. İnformatika or imtahan, daha doğrusu informatika və imtahan. Bunlar bir sözdən ibarət olduğu üçün, yəni bir dənə sözdən ibarət olduğu üçün, mən buna deyəcəm qısa, amma digərləri iki sözdən ibarət olduğu üçün həmişə adlanacaq uzun. Qısaları bir topladım, uzunları bir topladım. 1000 bərabər 300 plus x-ə, x elədi 700. Başa düşmədiyimiz hissəsi var burada? Xeyr, Bir çox sağ düzdür. olun. Xeyr. Başqa. Yəni indi bir dənə burada nümunəyə baxaq, sonra sağollaşarıq. Mən burada informatika or imtahan bu ikisi bir söz birləşməsi götürdünüz onun bir dənə. Bəli, bax bu ikisini bir götürdüm. Bu bir söz kimi götürdüm. Prosta uzun söz kimi götürdüm. İnformatikanın imtahanı da bir söz kimi götürdüm, amma uzun söz kimi götürdüm. Bəli. İndi bir dənə nümunəli baxaq, 3 dəqiqəlik var. Misal üçün bu. Deməli. Bu deyin. Chatda da yaza bilərsiniz. Nə oldu? 15. Doğrudur. 15 var. Yəni hamınız baxın ümumi indi izah edeyim. Baxın, uzunları yenə bir toplayacağam. Kimya, biologiya, kimya, tarix, kimya, biologiya, tarix və burada bir dənə kimya, tarix var. Bu kimya, tarix x-də axı soruşur da məndən. 10, 0, 10, üstünə də 140 gəldim, 150, üstünə də x gəldim, 150 plus x. Nəyə bərabərdir? Qısaları bir toplayacağam. 96 plus 48 plus 21. 96 ilə 48-in cəmi 144, üstünə də 21 gələndə, bəli, 165. X eləyir neçə? 165-dən 150 çıxanda 15. Sadəcə bir dənə həlli var. Uzunları bir toplayın, qısaları bir. Sonra da bərabər eləyin. Hansını soruşursa, o birisindən onu çıxın. Bu açıqlamada çoxluqlar formasında həll olunur da, elə deməli. Bəli, o çoxluqlarımızdan bir dənə düsturumuz var ya, NA üstə gəlsin, NB bərabər NA ilə B-nin birləşməsi, üstə gəlsin NA ilə B-nin kəsişməsi. Riyaziyyatda budur düsturum. Bəli, açıqlamasına ehtiyac yoxdur. Uzun. Mən bir dənə də belə misal verə bilərsiniz nümunə. Peki. Biraz gec qaldım hesablayanda. Təbii ki, bir də burada. Prosta zoom in datada. Bir dənə SSL istəyirsiniz test.
Bəli, burada da 6800 eləyəcək. 900-lə, yox 6800-lə. Bir dəqiqə tapım deyirsən. Hə, düzdür, 6800. Müəllim, 4100 burada x yoxdur axı. Mən x olan Necə? tapmadım. Burada hesabladım, x tapmadım. Mən nəyi soruşuram, hamısına rəqəm verirəm. X buradadır. Burada soruşur. Azərbaycan or Bakı.